Mayın 8-11-i gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, çimşək çaxacağı gözlənilir. Bu haqda Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, ayrı-ayrı yerlərdə yağışın qısa müddətli lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, bəzi dağı çaylarından isə qısa müddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Azərbaycanda yağan güclü yağışlar nəticəsində transsərhəd və ölkənin əksər yerli çaylarında sululuq səviyyəsi artıb. Konkret az məlumat verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb. Qeyd edilib ki, ölkə ərazisində təxminən 60-dan çox sel və daşqın təhlükəsi olan çay mövcuddur. Bu kimi təbii hadisələr əsasən yaz yayı aylarında müşahidə edilir. Acıqabul rayonunda yağan intensiv yağışlar nəticəsində Udullu kəndi, Muğan qəsəbəsi və başqa ərazilərdə həyətyanı sahələrin müvəqqəti su basması qeydə alınıb. Bununla bağlı Asiyanın nümayəndələri tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilib. Ərazilərə cəlb edilmiş maşın mexanizmlər və işçi qüvvəsi vasitəsilə fəsadlar operativ şəkildə aradan qaldırılıb. Çaylarda məcra tənzimləmə işləri aparılıb. Bəndlər möhkəmləndirilib və sahil bərkitmə tədbirləri görülüb.